Disqrafiya, disleksiya, bir də diskalkuliya anlayışları yəqin ki tanışdır. Burada diskalkuliya spesifik pozuntudur, hansı ki normal intellekt və ciddi psixi pozuntu olmadan uşaqlarda hesablama bacarıqlarında geridə qalma müşahidə olunur. Matematik anlayışları, işləmləri, əməliyyatları edə bilmir, hesablar, miqdarlar qarışdırılır, aritmetik tapşırıqları səhv həll edir, disiplin artıq tək riyazi əməliyyatlarda yox, disiplin də zəifləyir. Beynin işləməsinin xüsusiyyətləri ilə bağlı bir şeydir. Anlama, qavrama və məlumatı işləmə prosesi yaxşı getmir. Normasında, qaydasında olmur. 5-6 yaşda diskalkuliya özünü onda göstərir ki, uşaq anlamır. 2 böyüdü birdən. Kiçik və böyük anlayışlarını qarışdırır. Ona qədər saymaqda çətinlik çəkir. 6-7 yaşlarda asan tapşırıqlarda, məsələn, falan kəsdə 2 alma çoxdur səndə olandan, bu şeyi anlaya bilmir, barmaqları sayanda çətinlik çəkir. 8-10 yaşda isə bölməkdə səhvlər baş verir artıq, qrafikləri oxumaqda çətinlik çəkir, vaxt hissiyatında zəiflik baş verir, sağ-solu qarışdırır.